Son zamanlar bəzi rayonlarda yas mərasimlərində yemək verilməsini ləğv ediblər. Sizcə bu addım toylarda atılsa, yeməklər bir qədər azaldılsa, təmtəraq həmçinin necə olar? Yaxşı olar. Bütün rayonlarda bu yas mərasimləri biraz sadə olsa da yaxşı olar. Tək bir-iki rayonda yox. Nə ki qaldı toy mərasiminə. Hamı fikir çəkir. Gedən də fikir çəkir ki, birdən az pul verdim. O toyun yiyəsi də fikir çəkir ki, birdən az adam gələr, birdən pulu yığıb verə bilmərəm. Kimsə kredit pul götürürlər. Yəni kimin ürəyi açılır burada? Yalnız o şadlıq evinin yiyəsinin. Məncə, yəni toy ən yaxın qohumların arasında, çox az sayda ən yaxın qohumların arasında keçirilməlidir. Və bu qədər təmtəraha, nə bilim, yəni mən buna artıq xərc olaraq baxıram. O həmin vəsaiti o gənclərin gələcəyi üçün, onlara lazım olacaq əşyaların alınması üçün istifadə eləmək daha düzgün olar məncə. O bir günün içində israfçılıqdır. Yəni nəyə lazımdır? Və yaxud uzaq insanlar dəvət olunur toya, hansı ki sonra da başlayırlar onları axtarmağa. Təzədən onları çağırır nə üçünsə. Yəni sən gəlmisən, mən də gəlmişəm, indi sən gəl. Yəni məncə bunlar artıq şeylərdir. Yəni insanın sevincinə şərik ola biləcək insanları çağırmaq lazımdır. Yəni o iftirafçılıq cinayət həddinə çatır. Cinayətdən də betər bir şeydir. Özdə ki, o zərər yalnız o toy sahibinə, indi hamının imkanı hamı qədər deyildi, amma o toy sahibinə bəlkə də illərlə özünə gələ bilmir. Borca düşür, xərcə düşür. Ailədə hətta bəlkə də boşanmaların da səbəbinə gətirib çıxardan onlardan səbəblərdən biri də o aşırı dərəcədə o toy evlərində soyğunçuluq, israfçılıq. Əhali də çətin vəziyyətdən çıxar. Biri bəzisi var, kasıbdır, eləyə bilmir. Baxır görür ki, məsələn, o birisilər yaxşı hərəkət eləyirlər, yaxşı stol açırlar, bunlar da pis ikirlər. Ləğv olsa lap yaxşı olar. Məncə, hər bir ölkədə olduğu kimi Azərbaycanın da özünə uyğun bir adət-ənənələri var və məncə biz bunu qısıtlamaqla biz adət-ənənələrimizi öldürürük əlbəttə ki. Mən daha çox tərəfdarı olaram ki, toylar daha çox əyləncəli və xoş keçsin. Yemək verilməsi baxımından necə? Yemək baxımından da ki, yəni hər kəsə necə xoşdursa, elə yemək verilsin və hər kəs, yəni adından göründüyü kimi toydur, xoş olsun hər kəsə və gülərüz çıxsınlar yəni toydan. Kiminsə balaca ailənin bayramıdır, belə baxanda. Onun üçün necə? Yaxşı, başa düşürəm. İçməyi ləğv eləyirsiniz, çox yaxşı. Müsəlmançılıqdır, belə baxanda. Amma yeməyi niyə görə? Onda nə qaldı? Konsert? Lazım deyil. Bu son zamanlar yas mərasimlərində yemək verilməsini bəzi rayonlarda ləğv ediblər. Sizcə bu addım toylarda atılsa necə olar? Lap yaxşı eləyiblər. Birinin imkanı var, birinin imkanı yoxdur. Məcburən borc eləyir. Yastıda halva, qoğal, çörək qoy. Bəs toyda necə? Toy da elədir. Bu qiymətdə toy olmaz. İndi kimi dindirirsən 300 manat, 400 manata toy elə. Birinin imkanı yoxdur. Toya gedəndə fikirləşirsən ki, nağarta salasan ki, bu toy xərci çıxsın. 100 manatla qutaran şey deyil. Çox bahadır. İsrafçılıqdır da. İsrafçılıqdır. Gələn adama da gərək uyğun olsun da, cibinə baxsın ki, nağarta utanır adam getməyə ki, birdən az salaram. Düz olmaz. Bəzi rayonlarda yas mərasimlərində yemək verilməsini ləğv ediblər. Sizcə bu addım toylarda atılsa necə olar? Mən elə hesab eləyirəm ki, adət-ənənə var. Onlar gərək silinməsin. Həmişə qalsın, daimi. Çünki müasirləşmək həmişə də yaxşı deyil. Yox, toyda məncə lazımdır da israfçılıq olmasın da. Məncə belə yaxşı, çox olmasın. Amma yasda çox gözəl eləyiblər. Çünki yası da qabaqki yas dövrə qədimdəki yas. İndi az qalır, şəkər bura, paxlava qoyulur, şokoladlar qoyulur. Bir dənə qalıb ki, tort da qoysunlar ortaya, lap əla olsun.